Bismillahirrahmanirrahim. Musa Peyğəmbər Tur dağında Allah Teala ilə münacətdə buyurur. Ey abidlərin Rəbbi, Allah buyurur. Ləbbeyk. Ey alimlərin Rəbbi, Allah buyurur. Ləbbeyk. Ey günahkarların Rəbbi, Allah buyurur. Ləbbeyk, ləbbeyk, ləbbeyk. Hz. Musa təəccüblə buyurdu. Ey Rəbbim, abid dedim, bir dəfə ləbbeyk dedin. Alim dedim, bir dəfə ləbbeyk dedin. Günahkar dedim, 3 dəfə ləbbeyk dedin. Niyə? Cavabında Allah buyurdu. Abidlərin ibadəti var, ona güvənir. Alimlərin savadı var, ona güvənir. Günahkarların məndən başqa kimi var ki, əgər mən də onlara Allah olmasam, taleləri necə olar? Bil ki, bəndəlikdən çıxsa da, mən Allahlıqdan heç vaxt çıxmaram. Bizim belə gözəl Allahımız var.